Bir adamı qəbrə qoyurlar. Bunun üçün ağlayan kim? Bunun üçün həqiqətən içərdən yanıb dua eləyən kim? Ağlayan var, amma mümkün deyilsə onun axirətini fikirləşmir. Gedmək üçün ağlayır. Adam onun axirətini fikirləşir, doğrudan da dua eləyir. Adam var ki, el gözünə gəlib, bizdə belə deyərlər də, el gözünə gəlib, deyəm ki, mən də burada iştirak eləyim. Biraz uzaqlaşdıqdan görürsən ki, bir dəstə adam yığışıb, biraz kənarda anekdot danışırlar. Bu yandan biri nə bilim, o birisi ilə zarafat eləyir. Uzaqlaşdıqca fərqli baxışlar var. Amma gedən o bir nəfərdir. Vay onun halına ki, gedib orada nə edəcək? Nə cavab verəcək? Hansı həyata keçəcək? Hansı ilahi o ədalətin o hansı tərəfi ilə və yaxud da camal sifəti ilə rastlaşacaq, Allahın cəlal sifəti ilə. Və insan əməllərinin girovundadır. Bunu insan düşünsə, mənə elə gəlir ki, bildikləri yaşantıya çevirilər.